Здравствуйте, дорогие зрители, дорогие ученики! Всех приветствую на нашем канале «Уроки русского языка». Мы с вами продолжаем наши уроки из учебника 2 класса. Это новая версия. Сегодня будем разбирать 21 урок, вторую часть «Красной шапочки» нашей сказки. Будем читать и разбирать задания. Давайте pриступим. Salam əziz izləyicilərim, xoş gəlmişsiniz mənim kanalıma, Rus dili dərsləri. Biz sizinlə davam edirik dərslərimizi. Yeni versiya 2-ci sinif kitabıdır. Bugün 21-ci dərsin izahını veririk. Qırmızı papaq nağılının 2-ci hissəsi haqqında tapşırıqlar eləyəcəyik. Gəlin baxaq. Первое задание. Ответьте на вопросы по картинке. Həmişəki kimi birinci sualımız şəkil üzrə suallara cavab verməkdir. Kого вы видите на картинке? Şəkildə kimi görürük? Biz deyirik ki, nənəni görürük. Я вижу на картинке бабушку. Qısaca babuşka da deyə bilərik. Babuşka sözünü keçmişik ailə üzvlərini. Yaxud da tam cavab verə bilərik. Çalışın tam cavab verin. Я вижу на картинке бабушку. Чья это бабушка? Bu kimin nənəsidir? Это бабушка красной шапочки. Qısa da deyə bilərsiniz красная шапочка. Və yaxud da бабушка. Это бабушка красной шапочки. Кто придет к бабушке? Deyir ki, kim gələcək nənənin yanına? Burada biz bilirik ki, həm canavar gəlir, həm də qırmızı papaq gəlir. İki gəlir. Əslində qırmızı papaq tək gəlməli idi, amma canavar da sonra çıxır. К бабушке придет волк и красная шапочка. Qısa da deyə bilərsiniz волк и красная шапочка. Və yaxud da ki, sualdan к бабушке придут волк и красная шапочка. Четвертое. Опишите бабушку. Deyir, nənəni təsvir eləyin. Nənəni təsvir eləyə bilərik. Бабушка лежит, спит на кровати. Nənə uzanıb, yatıb yatağında. Бабушка лежит, uzanıb, спит, yatıb. У бабушки на голове шапочка, на глазах очки. Nənənin başında şapçikası var, gözlərində də eynəyi var. Бабушка пухленькая, starая пухленькая. Пожилая deyə bilərik. Пожилая yəni yaşlıdır. Əlbəttə ki, nənə olduğu üçün. Plus пухленькая. Пухленькая da o deməkdir ki, biraz kök fasondur. Biraz da yəni doludur. Bax, belə demək olar. У нее седые волосы. Ağ saçları var. Седые брови, da. Təkcə elə седые волосы deyə bilərik. Boz saçları var, ağarmış saçları var. Elə deyirik. Седые волосы. Boyunu falan heç bir şeyini deyə bilmirik. Yəni sadəcə deyə bilər ki, yatıb, biraz doludur. Geyindiyi, məsəl üçün, şapçikadır, eynək, açki, onları deyirik. Bax, belə, bu qədər. Uşaqlara çox da çətin olmasın. Bir daha təkrar eləyirəm. У бабушки на глазах очки, на голове шапочка, у нее седые волосы, бабушка лежит, спит, бабушка пухленькая. Вот. Теперь прослушайте продолжение сказки, ответьте на вопросы. İkincidə yenə dinləmədir. Dinləmələr həyif ki, yoxdur, hələ ki, internetdə tapmaq olmur. Ona görə burada suallara cavab da, amma nağılı bildiyimiz üçün suallara cavab verə bilirik biz. Куда пришел волк? Canavar hara gəlib? Волк пришел к бабушке. К бабушке qısa da deyə bilərik, ya da tam deyirik. Волк пришел к бабушке. Что он сказал бабушке? Deyir ki, o nəniyə nə dedi? O nənə soruşur ki, kimdir? O da deyir ki, это я, красная шапочка, твоя внучка, принесла тебе пирожки. Düzdür, hər şeydə biraz dəyişir, bir balaca bəzən dəyişdirirlər nağılını. Ümumi deyə bilərik ki, бабушкaya nə deyir o? Волк сказал бабушке, это я, красная шапочка, твоя внучка, пришла и принесла тебе пирожки. Yəni, gəlmişəm, sənə piraşki gətirmişəm, sənin nəvənə. Bunu deyirdi. Что ответила бабушка? Nənə nə cavab verir? Nənə də orada deyir ki, qapının ipini dart, qapı özü açılacaq. Бабушка сказала, значит, потяни за веревочку, дверь сама откроется. Потяни веревочку, ipi dart, дверь сама откроется. Qapı açılacaq. Что сделал волк? Canavar nə edir? Canavar nənəni yeyir, udur. Волк съел бабушку. Волк съел бабушку. Прослушайте чтение учителя, разыграйте продолжение сказки по rолям. Deyir ki, burada qulaq asın müəllimən oxumağına və rol kimi bu nağılın davamını davam elətdirin. Mən də oxuyub sizə tərcümə eləyəcəm. Потом пришла красная шапочка и постучалась.
Тук-тук. «Кто там?» – спрашивает волк. «Это я, внучка ваша, Красная Шапочка. Я принесла вам пирожки». «Дерни за веревочку, дитя мое, дверь и откроется». Красная Шапочка дернула за веревочку, дверь и открылась. Вошла девочка в домик, а волк спрятался под одеялом и говорит: «Положи пирожки на стол и сядь рядом со мной. Ты, наверное, устала». Красная Шапочка присела рядом с волком и говорит: «Бабушка, какие у вас большие руки!» «Это чтобы покрепче обнять тебя, дитя мое». «Бабушка, какие у вас большие уши!» «Это чтобы лучше слышать, дитя мое». «Бабушка, какие у вас большие глаза!» «Это чтобы лучше видеть, дитя мое». «Бабушка, какие у вас большие зубы!» «Это чтобы скорее съесть тебя, дитя мое». Волк бросился на Красную Шапочку и проглотил ее. В это время охотники вбежали в домик и убили волка. Потом распороли они ему живот, и вышли оттуда Красная Шапочка и ее бабушка. Так. Deyək ki, tapşırıq var idi ki, hansı ki suallara cavab vermək lazımdır. O sualların çoxsunun cavabı bu 3-cü tapşırıqda var. Mən sizə istəyirsiniz bir daha qeyd edeyim. Volk hara gəldi, o babuşka, o heç, onu dedik. Bax, что он сказал бабушке? Nəniyə nə deyir canavar? Elə qırmızı papağın burada dediyini əslində canavar da deyir. Baxın, это я, внучка ваша, Красная Шапочка. Я принесла вам пирожки. Elə bunu da deyə bilərsiniz cavab olaraq. Sonra nənə nə cavab verdiydi sualımız, 3-cü sualımız. O da buradadır. Dörnizi, mən orada patinizi веревочку dedim. Burada dörnidə, yəni hər iki sözdə istifadə etmək olar. Bu sözü cavab verir ki, dörni за веревочку, дитя мое, дверь откроется. İki sualın cavabı elə buradaca da var. Götürüb burada, yəni belə danışıqla mən burada yaza bilmirəm proqramda. Əgər sizə çətindirsə, bax elə buradaca 2 dənə sualın cavabını götürmək olar. Gəlin indi bunu da tərcümə eləyək. Deyir ki, sonra qırmızı papaq gəldi və qapını döydü. Tuk tuk. Kimdir orada? Canavar soruşur. Bu mənəm, qırmızı papaq, sənin nəvən, sizin nəvənizdə, belə deyək. Mən sizə piraşki gətirmişəm. Deyir, qapının ipini dart, mənim balam, qapı açılacaq. Qırmızı papaq ipi dartır, qapı açılır. Girir evə qız, canavar isə yorğanın altından gizlənir və deyir: Qoy piraşkiləri stolun üstünə və mənim yanımda otur. Sən yəqin ki, yorulmusan. Qırmızı papaq oturur canavarın yanında və deyir: Nənə, sizin necə belə böyük əlləriniz var? Deyir, bu səni bərk qucaqlamaq üçün mənim balam. Nənə, sizin necə belə böyük qulaqlarınız var? Deyir, bu səni yaxşı eşitmək üçün mənim balam. Nənə, sizin necə belə böyük gözləriniz var? Deyir, səni yaxşı görmək üçün mənim balam. Nənə, sizin necə belə böyük dişləriniz var? Bu isə səni tez yeyə bilmək üçün mənim balam. Canavar qırmızı papağın üstünə hoppanır və onu udur. Bu vaxtı ovçular evin içinə qaçıb girirlər və canavarı öldürürlər. Sonra onun qarnını yırtırlar və oradan qırmızı papaqla onun nənəsi çıxır. Bax belə. Bu da tərcüməsi idi. Növbəti demək tapşırığımız какие из картинок отвечают на вопрос что? Deyir, hansı şəkillər nə sualına cavab verir? Дерево, ağac, дерево. Sonra pirog, daha çox piroqa oxşuyur. Bu da nə sualına cavab verir və dom. Dom, ev. Qalanları canlıdır. Следующее задание. Укажите соответствие. Deyir ki, burada uyğunlaşdırın. Большие, большие глаза, большие уши, большие zubы. Böyük biz dedik göz, qulaq və dişlər. Burun bir dənədir, bu uyğun gəlmir. Niyə? Çünki большие cəmdədir. Xvost quyruq da bir dənədir, cəm deyil. Ayaqlar haqqında da nağılda söhbət getməmişdi. Ona görə глаза большие, уши большие, зубы большие. Так, и запишите элементы bukvы Ş и Ş. Baxın, bu hərflər bir-birinə çox oxşuyur. Uşaqlar bunları çaşdırırlar. Ş bu həmişə qalın olur, Ş həmişə incə olur. Bəzən də şa deyirlər, şa deyirlər. Belə də deyə bilərlər və yaxud da Ş
Ş Azərbaycan dilində də var, Ş hərfi. Amma Ş hərfi Azərbaycan dilində yoxdur. Ona görə burada diqqətli olun. Quyruğu var sadəcə, Ş-nın isə yoxdur. Yazılışı demək olar ki, eynidir. Большая и маленькая bukva. Вот Ş və Ş. Bunları uşaqlar yazıb öyrənirlər. Belə, bu qədər bu dərsimiz oldu. Gələn dərsdə görüşərik. Suallarınız olsa mütləq yazıb soruşarsınız. Если у вас будут вопросы, пожалуйста, пишите, спрашивайте. А на сегодня все. Мы разобрали урок. Увидимся на следующем уроке. Всем хорошего дня, всем удачи. Пока-пока.